Mirzə Ələkbər Sabir deyib ki, millət necə tarac olur olsun, nə işim var? Düşmənlərə möhtac olur olsun, nə işim var? Qoy mən tox olum, özgələr ilə nədir karım? Dünya və cahan ac olur olsun, nə işim var? Səs salma, yatanlar aylar, qoy hələ yatsın. Yatmışları razı deyiləm, kimsə oyatsın. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın. Mən salim olum, cümlə cahan, batsa da batsın. Millət necə tarac olur olsun, nə işim var? Düşmənlərə möhtac olur olsun, nə işim var? Salma yadıma söhbəti tarixi cəhani, əyyam-i sələfdən demə söz bir də filani. Hal isə gətir, meyl eylədim dolmanı, nani. Müstəqbəli görmək nə gərək? Ömürdür fani. Millət necə tarac olur olsun, nə işim var? Düşmənlərə möhtac olur olsun, nə işim var? Övlad-ı vətən qoy hələ avarə dolansın. Çirkab-i səfalətlə əli, başı bulansın. Dul övrət isə sailə olsun, oda yansın. Ancaq mənim avazə-i şənim ucalsın. Millət necə tarac olur olsun, nə işim var? Düşmənlərə möhtac olur olsun, nə işim var? Hər millət edir səfeyi dünyada tərəqqi. Eylər hərə bir mənzili məvadə tərəqqi. Yorğan döşəyimdə düşə gər yadə tərəqqi. Biz də edərik aləm rüyadə tərəqqi. Millət necə tarac olur olsun, nə işim var? Özgələrə möhtac olur olsun, nə işim var? Düşmənlərə möhtac olur olsun, nə işim var?